Allah sənə gör nə deyir Quran-ı Kərimdə? Qul innəl xasirinəl-ləzīnə xasiru ənfusəhum və əhlihim yevməl qiyamə ələ zəlikə huvəl xusranul mubin. De ki, həqiqi xusran içərisində olan ziyan çəkənlər özlərini və ailələrini ziyana uğradanlardır. Açıq aydın ziyan da budur. Özündə, ailə də, uşaq da. Hətta elələri var ki, görürsən, Allaha ibadət və itaat eləmək istəyir. Ata qoymur, ana qoymur. Allahdan qorx. O Rəbbin quludur. Sən də Rəbbin qulusan. Sən öz həyat missiyanı yerinə yetirməsən, o yetirmək istəyir, ona da mane olma. Əgər sən bugün evlada və ya ailəyə başını bağlamağa mane olsan, namaz qılmağına mane olsan, onun ziyanı dünyada da, axirətdə də sənə qaydacaq. Və o evlad bir gün sənə ağ olacaq. Baxmayaraq bugün sənə hörmət eləyir. Onun qəlbini idarə edən Allahdır. Muhammed sallallahu aleyhi ve sellem hədisdə bildirir ki, İnnə qulubə bəni Ədəm, həqiqətən Adəm evladlarının qəlbi Beynə usbu'ayni min asabi'ir rahman. Mərhəmətli Allahın barmaqlarından iki barmaq arasındadır. Yuqallibuha keyfə yaşa. İstədiyi kimi çevirir. Çevirər o evladın qəlbini, hətta sənə əl də qaldırar. Hətta sənə küfür də eləyər. Hətta səni söyə də bilər. Eləmə, Allahdan qorx. Qoy Allaha ibadət eləsin. Qoy xeyir əhlinin yolunu tutsun. Qoy hicab bağlasın. Məcbur edir ki, evladı içməlisən. Niyə imtihan edir onu? Görüm sən namaz qılırsan yoxsa yox. Yəni sən necə iman daşıyırsan. Lakin necə deyirlər, söz-sözə gələndə ən yaxşı mömindir mənəm. Allah Teala hidayət versin.